Bəhmən Vətənoğlu nəinki Kəlbəcərin, Azərbaycan xalqının fəxridir. Bəhmən Vətənoğlu deyəndə ikinci Kəlbəcəri biz bilməliyik. Kəlbəcər Bəhmən Vətənoğlu bizim üçün ən əziz, ən qiymətli, dəyərli xalq şairimizdir. Heç vaxtı ölümsüz bir şairdir. Allah rəhmət eləsin, qəni-qəni Bəhmən Vətənoğlu ürəklərdə əbədi olaraq qalacaqdır. Sonra Qəmçək Allah verdidir. Qəmçək Allah verdidir. Allah Qəmçək rəhmət eləsin. Kəlbəcərimizin dahi sənətkarlarıdır. Söz sənət adamı, gözəl şux bir insan idi, toylarımızın yaraşığı idi. Hansı toyda olurdu, orada bir şənlik vardı, mehribançılıq vardı. Qəni-qəni Allah rəhmət eləsin. Etibar bəy, çox sağ ol. Sağ ol qardaş, Allah rəhmət eləsin. Vətənoğlu tək sənin dədən deyil, sənin atan deyil, o hamımızın dədədir. Allah cəmi ölənlərinizə rəhmət eləsin, sağ ol, minnəttar. Allah ölənlərimizə rəhmət eləsin. Hər birisi bizim atalarımız, mənim atamın dostudur. Allah ölənizə Sizin rəhmət eləsin. atalarınız, Ramiz Qəmçəşoğlu'nun, sənin atalarınız mənim atamın dostu olmuş. Bəli, bəli, Allah Həmişə bizim yerdə olublar. sağ ol. Yerli şəhərimiz bir yerdə olub. Bəli, elədir, Həmişə fəxr eləmişik şairlərimizlə. elədir qardaş, sağ ol.